Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Bu gün sizlərlə bir yerdə növbəti deməli 30 suala J variantı, daha sonra K variantı və L variantına nəzər yetirəcəyik. Hansı cümlədə zərf işlənib? Səhər açılır, hamı işə tələsir. Burada səhər sözü isimdir. Nə açılır deyirsən? Az danış. Baxın, az sözü danışmaq feilinə aiddir. Kəmiyyət zərfidir. Bağbanlar xeyli meyvə dərdələr. Xeyli sözü saydı. Gözəl sifətdir. Sonra başqa nəsə varmı? Çox burada saydı, bir saydı. Yəni şübhəli söz qalmır. Hansı cümlədə işarələnmiş söz qrammatik mənasına görə digərlərindən fərqlənir? İnsanın biliyi artdıqca narahatlığı da artır. Artdıqca feili bağlama. Elm ancaq ağlın süzgəcindən keçəndə qiymətli olur. Feili bağlama. O insan ağıllıdır ki, işə başlamadan nəticəni görə bilsin. Burada da yenə madam mədən feili bağlama. Arkən feili bağlama. İnsan yalnız bilmədiyi şeydən qorxur. Bili isə adamı cəsarətli edir. Mamə, dik. Dik nədir? Feili sifət şəkilçisi E variantı. Digərləri feili bağlama, E'dəki feili sifətdir. Fərqli nitq hissəsindən düzələn sifəti müəyyən edin. Zarafat, cıl, isimdən düzəlib. Dözüm, dözümlü, isimdən düzəlib. Dünənki zərfdən düzəlib. Bağdan, bağdakı isimdən, narıncdan meyvənin adıdır. Narıncdan, narıncı isimdən düzəlib. Doğru cavab E variantı, çünki dünən sözü zərfdir və zaman zərfindən yaranıb. Məntiqə əsasən nöqtələrin yerinə uyğun olanı müəyyən edin. İnandırmaq, söndürmək, sındırmaq. Hansı məna növündədir? Baxın, deyirəm ki, mən onları inandırdım, mən yanğını söndürdüm, mən pəncərəni sındırdım və ya şüşəni sındırdım. İşin icraçısı mən özüməm. Kiməsə elətdirmirəm ki, yox. Deməli, bu nədir? Məlumdur. Yəni, dırı harda gördüm, məhsul götürməlisən deyə bir şey yoxdur. Feillərlə bağlı doğru olanı müəyyən edin. Dan yeri yenicə sökülürdü. Məchul yox, qayıdış olmalıydı. Artıq köhnəlmiş binalar çökülür. Kim tərəfindən bəlli deyil, bu məhsuldur. Bütün küçə işıqlarını yandırdılar. Bir qrup insanın etdiyi işdən danışır. Məlumdur və düzdür. Kimsə tərəfindən edilməyib ki. Yeni, yəni kimsə kiməsə elətdirməyib daha doğrusu. Yeni binanın özlüyünü dərin qazdırdılar. Bu artıq nədir? İcbardır, çünki başqasına etdiriblər. Biz onunla məktəbin həyətində rastlaşdıq. Rastlaşdıq. Bu məlum növdür, bu qarşılıq olmayacaq. Çünki burada laş bütövdür, parçalanmır. Rastlamaq sözü dilimizdə yoxdur. Burada məlum yazılmalıydı. Numerativ sözün kəmiyyət fərqi yaratdığı cümlə. Qaranlıqda 2 nəfər adam güclə seçilirdi. 2 adam da desən yenə 2-dən söhbət gedir. 2 nəfər də desən yenə 2-dən söhbət gedir. Evimiz 3 otaqdan ibarətdir və ya 3 göz otaq. Dəyişən bir şey yoxdur. Yeni mənzil üçün 5 pəncərə lazımdır, 5 dənə pəncərə lazımdır. Dəyişən şey yoxdur. Maşın üçün 2 cüt təkər almalıyıq. Baxın, biri var deyirsən ki, maşın üçün 2 təkər almalıyıq. Biri də deyirsən 2 cüt. 2 cüt neçə eləyir ümumi? 4 eləyir. Bax, görürsünüz, kəmiyyət fərqi yarandı mı? Bəli. Atası ona 5 rəngli karandaş aldı və ya 5 ədəd aldı, fərqi yoxdur. Uyğunluğun pozulduğu sıranı müəyyən edin. Biz Araz boyu ilə irəliləyirdik, qoşma. Ay, yaman soyuqdur, nida, modal. Yaxşı, sən deyən fikirdən razıyam, modaldır bu, yaxşı. İmkan ver sözümü deyim də. Sonda gəlib ədatlı fikrin qüvvətli ifadə olmasına xidmət edir, bağlayıcı deyil, səhv. İşdən xəbərim var ki, sual ədatı düzdür. Məntiqə əsasən nöqtələrin yerinə uyğun gələn söz. Bayaq, bildir, dünən. Hamısı nədir fikir versəniz, hamısı zaman zərfidir. Təəccüblə tərzi hərəkət, içəri yer, dəfələrlə kəmiyyət, yuxarı. Bu da yer, indi isə zaman zərfi. İşarələnmiş sözlərin hansı nitq hissəsi olmasına görə işlənmə ardıcıllığını müəyyən edin. Az sözü adamların sayını bildirirsə, bu nədir? Üzr istəyirəm, saydı, yanlışlıqla 3 yazdım. Az sözü danışmağa aiddirsə kəmiyyət zərfidir, 2. Düz söz qılıncdan kəsərli olar, düz söz, necə söz, sifət. Qızıl payız təbiəti qızılı rəngə boyadı. Burada qızıl, gümüş tipli sözlər material bildirən isimlərdir. Burada isə məcazi işlənib, yenə də isim olaraq qalır. İşarələnmiş sözlərin ismin hansı halında olmasına görə işlənmə ardıcıllığını müəyyən edin. İllərlə çəkmişəm vətən həsrətini. Vətən həsrətini illərlə çəkmişəm. Fikir versəz qeyri-müəyyən təsirli hal 3. Həsrətin sinəmə dağlar çəkibdir. Sənin həsrətin mənsubiyyətdə ardıq haldadır 1.
Göynədir sinəmi həsrət yanğısı, həsrətin yanğısı, qeyri-müəyyən yəlikal ikinci növ təyini söz birləşməsinin aslı tərəfində və burada biz 2 yazırıq. Daha sonra növbəti variantımıza keçid edək. Biri mürəkkəb cümlə deyil. Günlərlə yuxusuz qalmışdı, səhhətində narahatlıq hiss olunurdu. Yuxusuz qalmışdı o, hiss olunurdu narahatlıq. Yəni bunların hərəsinin qrammatik əsası var. O insan xoşbəxtdir ki, onun vətəni var. Tabeli mürəkkəb cümlə. Dərdsizlər hardan bilir, dərdlilərin dərdi nədir? Nədir nə? Dərdlilərin dərdi. Hardan bilir kim? Dərdsizlər. Görürsüz, öz mübtəda xəbəri var. O uzun illərin ayrılığından sonra dostu ilə görüşdü, olub keçənləri ona danışdı. Danışdı, görüşdü kim o? Həmcins xəbərli sadə cümlədir. Ömür insana verilməyib ki, mənasız yerə xərcləsin. Tabelik bağlayıcısı varsa, tabeli mürəkkəb cümlədir. Məchul növ feil hansı cümlədədir? Payızda yarpaqlar saralır. Buradakı feilimiz sadədir və məlum növü bildirir. Axır ki, biz onu məsələnin ciddi olduğuna inandırdıq. Biz inandırdıq, məlum növdədir. Yəni icbar deyil. Gözəl bir yerdə alaçıqlar quruldu. Qurmaqdan qurulmaq quruldu. Şəkilçi var. İş kim tərəfindən edilib bilinmir. Obyektimiz də cümlədədir. C variantı düzdür. Buludlar dağların arxasına doğru geri çəkildi. Çəkildi buludlar. Çəkilən buludların özü qayıdış növü olacaq. İşi öz üzərində özü icra edir. Biz tədbirə gələn nümayəndə heyəti ilə görüşdük biz. Burada da qarşılıq birgəlik növ, ümumi qarşılıq növ gedir. Doğru olmayanı müəyyən edin. Yarpaqlar səhər şehi ilə yuyundu. Bəli, yarpaqlar özü hərəkəti icra edib qayıdış. İlaxır çərşənbədə həyətlərdə tonqal qalanır. Qalamaqdan qalanmaq məchul kim tərəfindən edildiyi bəlli deyil. Həyəcandan onun ürəyi bərk döyünür. Bura yazıb məchul. Ürək öz-özünə döyünür. Kimsə onu döymür ki, yox. Elə şey mi olur? Bu nədir? Qayıdış olmalıydı da, səhv yazılıb. O qaranlıq otağın işığını yandırdı. Yandırdı kim o? Fikir versəniz, bu da məlumdur, məchul. Daha doğrusu icbar olmayacaqdır, görüb sevinməyin. Biz onunla dünən axşam vidalaşdıq. Bu da sadə, üzr istəyirəm, sadə deyirəm. Şəkilçisi verilməyib, yəni növlərə aid şəkilçi yoxdur, məlum növ olacaq. Məntiqə əsasən nöqtələrin yerinə uyğun növün adını yazın. Barışmaq, qarışmaq, yarışmaq tipli sözlər sadədir. Unutmayın, bir feil sadədirsə o 100% məlum növdədir. Daha sonra yenə uyğun olan istəyir. Sarsılmaq, ayılmaq, bayılmaq. Hamısı sadədir və yenə məlum növ. Hansı cümlədə köməkçi nitq hissəsi var? Bütün böyük işlərin əvvəli kiçik başlanğıclardır. Yoxdur. Elimdən keçməyən yolun sonu qaranlıqdır. Yoxdur. Ana nəfəsinin özgə dadı var. Yoxdur. Əvvəl düşün, sonra danış. Əvvəl və sonra sözləri qoşma deyil ha, zaman zərfidir. Heç bir uğura çiçəkli yollarla gedilməz. Bunu da gördük D variantı. Hansı cümlədə nöqtələrin yerinə bölüşdürmə bağlayıcısı yazılmalıdır? Gəlin özümüz tamamlayaq və qərar verək. Fikrimizi başqalarından zorla qəbul etdirmək, nöqtələr faydasız, arzu olunmaz işdir. Zorla qəbul etdirmək, deyirəm ki, həm faydasız, həm də arzu olunmaz işdir. Bunu həm də ilə tamamladım. Siz bizimlə ümumi razılığa gəlməlisiniz, yollarımız ayrılacaq. Deyirəm ki, siz bizimlə ya ümumi razılığa gəlməlisiniz, ya da yollarımız ayrılacaq. Elə doğru cavab B-dir. Mən onu görmüşdüm, o məni tanıyırdı. Deyirəm, nə mən onu görmüşdüm, nə də o məni tanıyırdı. Bütün müəllimlər, şagirdlər də tədbirə qoşulmuşdular. Bütün müəllimlər, hətta şagirdlər də deyirəm məsələn. Günəş üfüqdən boylanırdı, amma o hələ də yatırdı. Amma ancaq lakin qarşılaşdırma bağlayıcıları. Hansı sxemə uyğun birləşmə yoxdur? Uca sifət, dağ isim. Sifət isim var. Qızıl isim, medal isim. İsim var. Yuxarı zərf, mərtəbə isim. Zərf isim var. Xeyli say, kitab isim. Say isim var. Əvəzli isim yoxdur. Eyler-Venn diaqramına əsasən altından xətt çəkilmiş sözlərlə bağlı yanlış fikirləri müəyyənləşdirin. Bu yerlər gəzməlidir. Necədir sualına cavab verir. Bu feili sifətdir. Bir düzdür elə. Xəstə çox gəzməlidir, bu vacib şəklidir, nə etməlidir sualına cavab verir. Deməli, yanlış istəyir. Təsriflənən feildir, bu səhvdir, təsriflənməyən deməliydi, bunu bura qoymalıydı. Amonim kimi düşünülə bilər, heç bir amonimliyi yoxdur. Təsriflənməyən feilil isə bura yazmalıydı, bu da yeri səhv düşüb. Deməli, 2, 3, 5 bizim səhv cavabımızdır.
Uyğunluğu müəyyən edin. Mübtəda yoxdur, hərəkətin subyekti bilinmir. Burada şəxssiz növ feili bizdən istəyir. Mübtəda var, lakin hərəkətin subyekti bilinmir. Məchulu bizdən istəyir. Çünki məchul növdə bilirsiniz, mübtəda bizim obyektimiz olur. Subyekt isə ortadan itir. Subyekt hərəkəti öz üzərində icra edir, qayıdış. Subyekt başqasını hərəkəti icra etməyə məcbur edir, icbar. Hərəkət bir neçə subyekt tərəfindən birlikdə icra olunur. Bu da birgəlik növdür. Böyük Dayaq romanı 1957-ci ildə yazılmışdı. Şəkilçi varmı? Var. Kimsə tərəfindən edildiyi bilinmir. Yazılmışdı nə? Böyük Dayaq romanı. Deməli, cümlədə mübtəda var, lakin hərəkətin subyekti bilinmir, məchula gedəcək. Uşaqlar hər səhər stadionda qaçışırlar. Qaçmaqdan qaçışmaq. Deməli, uşaqlar bu hərəkəti birgə icra edir. Bir neçə subyekt tərəfindən birlikdə icra olunur. Bu işdə xeyli səhvə yol verilib. Yol verilib nəyə səhvə? Fikir versəniz, bu cümlənin mübtədası yoxdur və mübtəda düşünülmür. Hava birdən-birə tutuldu, qayıdışdı. Hava öz üzərində bunu icra edibdi. Qayıdış 3-ədir. Daha sonra komandir əsgərlərə səngər qazdırdı. Qazdırmaq, bu da icbarı bildirəcək. Bunu da belə yazıram. Deməli, 1-ə C, 2-yə A, 3-ə D, 4-ə E, 5-ə isə B variantı. Daha sonra keçək bu başlıqda olan sonuncu variantımıza. Altından xətt çəkilən sözdə ikinci hecadakı sait düşməlidir. Beyin, oğul, burun və alın sözləri middi sözlər olaraq təhlil olunduğu üçün onlara qoşulan yərlik hal şəkilçisi onlarda hər hansı bir saitin düşməsinə yol açmır. Amma sinif sözü alınma sözü olduğu üçün saitlə başlanılan istənilən şəkilçi qoşulduqda burada düşmə olmalıdır. Yəni sinfin bütün fəalları deməliydi. İşarələnmiş söz ismin hansı halındadır? Nədəndir bilmirəm, boğuldu səsin. Sənin səsin boğuldu. Fikir ver, sənin səsin nədir? Mənsubiyyətdir və adlıq haldadır. Biri ismi birləşmə deyil. Bağçadakı ağaclar uşaq səsi. Bağçadakı ağaclar birinci növ təyin söz birləşməsi. Uşaq səsi ikinci növ. Beli kəmərli dağdan ağır qeyri-təyini söz birləşmələri. Çiçək ətri dan ulduzu ikinci növ. Dənizin sahili üçüncü növ. Oxumaq arzusu ikinci növ. Ürəkdən gülən yaş ötdükcə. Biri feili bağlama, biri feili sifət tərkibidir. Feili birləşmə. İşlənmə yerinə görə həm sadə, həm düzəltmə feil kimi işlənə bilər. Oxundu, göründü, süründü, büründü. Bürüməkdən bürünmək. Ancaq toxundu. Mən desəm ki, məsələn, papaq toxundu. Kimsə tərəfindən toxunub, məchul növdədir. Toxunmaqdan toxunmaq, toxundu. Amma bir də deyirsən ki, o mənim qoluma toxundu. Toxunmaqdan toxunmaq. Artıq burada toxunmaq hərəkəti yoxdur ki, n-ni leksik götürün. Bu zamanda sadə. Hansı cümlədə zərf işlənməyib? Bəlkə tufan olduğundan Sahir güclə seçilir. O bütün çıxışlarında cəsarətlə danışırdı. Onun məsuliyyəti indi 1-ə 5 artmışdı. Onlar səhərin açılmasını səbirsizliklə gözləyirdilər. Hakim ətrafa baxa-baxa oyunçulara yaxınlaşdı. Hakim, ətraf, oyunçu sözləri isim, baxa-baxa feili bağlama, yaxınlaşmaq feil. Cavab C. İşıqlanan evin pəncərəsi uzaqdan aydın seçilirdi. Cümləsindəki sözlərin morfoloji təhlili ilə bağlı səhv. İşıqlanan sifət yox, feili sifətdir. Cavab A. Evin yərlik halda olan isimdir. Bəli, evin pəncərəsi, bu da mənsubiyyət. Bu da düzdür. Uzaqdan yer, aydın isə tərz hərəkət zərfidir. Bəli, uzaqdan və aydın sözləri seçilməyə aiddir. Seçilirdi, nə edilirdi? İl, leksik, ir, zaman, dil, hissəcik. Bu da düzdür, indiki zamandadır. Cümlələrdən biri bərabər hüquqlu sadə cümlələrin birləşməsindən yaranıb. Bərabər hüquqlu sadə cümlələrin birləşməsindən təbii ki, tabesiz mürəkkəb cümlə danışır. Ona görə, baxın, bağlayıcını gördümsə, təcili C variantını çıxıram. Anladım, bu dərdin əlacı yoxdur. Anladım ki, bu dərdin əlacı yoxdur. Tabeli. Aydın oldu ki, bu işdə günahı olanlar çoxdur. Tabeli. Gün var ki, əsrə bərabərdir. Tabeli. Bu cür də yoxlaya bilərsiniz. İkinci tərəfləri sadələşdirə də bilərsiniz, yəni budaqları.
Ana layla çalır, körpə bu həzin nəğmənin təsirindən xumarlanırdı. Bu da nədir? Tabesiz mürəkkəb cümlə, hadisələr ardıcıl baş verir. Hansı cümlədə zərflik yoxdur? O həm cəsarətli, həm də dağ kimi vüqarlıdır. Vüqarlıdır, cəsarətlidir kim o? Necə vüqarlıdır dağ kimi? Dağ kimi sözü vüqarlı sifətini izah edir. Və biz bilirik ki, zərflik hərəkətlə yanaşı əlaməti də izah edə bilər. Onun dostu artıq dərəcədə qəmgin idi. Qəmgin idi kim? Onun dostu nə dərəcədə? Artıq dərəcədə. Kəmiyyət zərfliyi. Palıd çox gec çürüyən dəmir kimi ağacdır. Ağacdır, nə palıd? Necə ağacdır? Çox gec çürüyən dəmir kimi. Fikir versəz hər ikisi təyindir C. Amma bu sualda bir problem daha var. Çünki D variantında da zərflik yoxdur. Çayların suyu bulaq suyu kimidir. Bulaq suyu kimidir, nə? Çayların suyu. Fikir verin, mübtəda xəbər. Yəni hər ikisini yazanları düz qəbul edəcəyik. Qaranlıq düşsə də hər tərəf gündüz kimi işıqlı idi. İşıqlı idi, necə? Gündüz kimi. Fikir versəniz, işıqlı sözü sifətli, gündüz kimi sözü burada sifəti izah etdiyindən zərfliyə çevrilir. Amma C variantında ağac sözü isimdir. Dəmir kimi bu zaman təyin olur. Çünki ismi izah edir. Cümlələrin birində bərabər hüquqlu sadə cümlələrin birləşməsindən yaranmayıb. Yəni deyir ki, tabesiz cümlə deyil. Elə cavabımız B-dir. Bax, ki bağlayıcısını gördümsə, bu tabeli mürəkkəb cümlədir. Amma digərlərinə fikir versəniz, siz qrammatik əsası olan və sadə cümlələrin birləşməsindən yaranan tabesiz mürəkkəb cümlələri görə bilərsiniz. Hansı durğu işarələri buraxılıb? Bizim ən yaxşı sənətkarlarımız, yəni Füzuli, Məmmədquluzadə, Cabbarlı və başqaları ədəbi dilimizin inkişafında böyük rol oynayıb. Burada fikir versəniz, ən yaxşı sənətkarlarımız ümumiləşdirici sözdür, yəni bağlayıcısı ilə bir yerdə işlənib. Belə olan halda bunun düzəlişi necə olacaq? Buradan vergülü qoyursan, buradan qoşa nöqtəni açırsan və Füzuli, Məmmədquluzadə bu cür sıralayırsan. 3 dənə vergül, 1 qoşa nöqtə. Cavabımız C variantı. Ümid edirəm sizin üçün faydalı oldu. Faydalı oldusa bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.